Bu mövzuya da toxunmasam rahat ola bilməyəcəm. Kollagen mövzusu. Əgər bir məhsulun üzərində kollagen yazılıbsa, deməli o mənim dərimi kollagenlə zənginləşdirəcək. Yox. Hər hansı bir aktiv tərkibin dərimiz tərəfindən mənimsənilməsi üçün 500 Daltonun altında olmalıdır. Kollagen isə nə qədər hidrolizə olunursa olsun, maksimum 1000 Daltona çata bilir. Bu isə o deməkdir ki, dərimizdən birbaşa keçə bilmir. Kollagen dərimizdə bir humektan olaraq çalışır. Humektan nədir? Dərinin alt təbəqəsindən və havadan nəmi çəkərək dərinin üst təbəqəsində saxlayan bir tərkibdir. Başqa humektanlar da var. Məsələn, hyaluronik turşu, pantenol, aloe vera, bir çox tərkib var. Qısacası siz üstdən dərinizə kollagen sürtməklə dərinizi kollagenlə zənginləşdirə bilməzsiniz. 500 Daltonun altında olan aktiv tərkiblər də var ki, hansı ki onlar dərinin alt qatına keçə bilir. Bunlar hansılardır? Glikolik turşu, salisilik turşu, EÇA, BÇA, azeleik turşu, kiçik zəncirli peptidlər, kafein və s. Bunlar dərinin alt qatına keçə bilir. Dolayısıyla bir məhsulun üzərində kollagen yazılması dərinizi canlılaşdırıb kollagenə boğacaq demək deyil. Bu bir yanılsamadır. İstəyərəm ki, bu mövzuda məlumatlı olasınız. Bay bay.